sizlərə. Mən Ali Axundova. Bugün sizlərlə 2024 DİM nəşrlərindən 20 sınaq kitabının birinci qruplar üçün olan 7-ci sınaq imtahanının izahlarını paylaşacağım. Bu mövzu sınağında trigonometrik funksiyalar, trigonometrik tənliklər, fəzada düz xətlərin və müstəvilərin qarşılıqlı vəziyyətinə aid tapşırıqlarla tanış olacağıq. Başlayaq elə birinci sualdan. Sinus 120 dərəcə plus kosinus 225 dərəcə böl tangens 30 dərəcə ifadəsinin qiymətini tapın. Sinus 120 bu ikinci rübün bucağıdır, işarəsi müsbətdir. 180-dən 60 azdır. Sinus 60 dərəcə. Kosinus 225 analiz edirik. Üçüncü rübdür, işarəsi mənfidir. 180-dən 45 çoxdur. Bölünsün, tangens 30'u saxlayıram. Bu bərabər sinus 60'da kökdə 3 bölü 2, kosinus 45'də kökdə 2 bölü 2, tangens 30 dərəcədə 1 bölü kökdə 3 alır və kəsirdən azad etmək üçün hər birini kökdə 3'ə vururam, məxrəc zaten 1 eləyir, surət eləyir 3 minus kökdə 6 böl 2, belə bir cavab C variantında. Çalışma 2. Əgər x 0 pi böl 4 arasında olarsa, ifadələrdən hansı doğrudur? Yəni 0-dan 45'ə qədər olan, ümumiyyətcə, birinci rübdə tangenslə sinusu müqayisə eləsək, tangens böyükdür. Katangenslə kosinusu müqayisə etsək, katangens böyükdür. Nəyə görə? Niyəsini də burada deyək ki, o haqda bir informasiya alınır. Baxın, misal üçün sinus 20 dərəcə deyirəm də, bir də tangens 20 dərəcə. Tangens 20 bu deyil, sinus 20 bölünsün kosinus 20. Sinus 20'də sinus 20 böl 1'dir. Sürətləri bərabər olan kəsirlərdən bilirik. Məxrəci böyük olan kiçik, kiçik olan böyükdür. Kosinus 20 0-1 arasında olan ədəddir. Burada yazmağa yer edək. Deməli, kosinus 20 0-1 arasında olan ədəddir. Bu amma 1'dirsə məxrəci kiçik olan böyük olduğundan sinus 20 kosinus 20'dən kiçikdir. Eyni qayda kosinus üçün də keçərdi. Misal üçün, kosinus 40-la katangens 40-ı, birinci rübdən söhbət gedir. Müqayisə etsəm, onda katangens 40 böyükdür. Çünki yenə eyni qaydada bu. Kosinus 40 bölünsün sinus 40 deməkdir. Sinus 40 0-1 arasındadır. Kosinus 40 isə kosinus 40 böl 1 deməkdir. Məxrəci böyük olan kiçik, kiçik olan böyükdür. Bu baxımdan sinus 40 tangens 40'dan böyük deyil. Bu yanlışdır. Bu səhvdir. Tangens x katangens x-dən böyükdür. İndi gəldik bu hissənin izahatına. Baxın, sinus, başlayın, tangens katangensdə, tangensinə, katangensdə belə bir qanun uyğunluq var. 45'ə qədər tangens 0-1 arasında olan ədəddir. 45'də 1 olur, amma 45'dən sonra 1'dən böyük olur. Katangens 45'dən öncə 1'dən böyükdür, 45'də 1 olur, amma 45'dən sonra, yəni 90'a qədər olanlardan söhbət gedir. 90'a qədər, 90'a qədər 0-1 arasında olan ədəddir. Deməli, bu da 0'dan başlayır da, söhbət 0-90 birinci rübdə olan qiymət müqayisəsindən gedir. Deməli, 45'ə qədər tangens 1'dən kiçikdir, 45'də oldu 1, 45'ə keçdi 90'a qədər 1'dən böyükdür. Katangens tərsinə 45'ə qədər 1'dən kiçikdir, hətta 44'də belə bu 1'dən böyük ədəddir. 45'də oldu 1. Ta ki 45'dən 90'a qədər də 0-1 arasında olan ədəddir. Bu baxımdan tangens 0-40 arasında bu 0-1 arasında olan ədəddir. Amma katangens 1'dən böyük ədəddir. Bu yanlışdır, bu səhvdir. Sinus x, kosinus x-ə gedək. Misal üçün deyirəm. Sinus 20 ilə kosinus 20'ni müqayisə etsəm, sizcə kosinus 20 o sinus 70 deyilmi? 45'ə qədər də sinusun qiymətləri kosinusun qiymətlərindən bu kiçikdir, bu doğrudur. Müqayisə üçün də bu cür göstərirəm. Birinci rübdə sinus artan funksiyadır. Sinus 20, sinus 70'dən kiçikdir deyə, elə kosinus 20'dən kiçik olacaq. Bu düzdür. Kosinus az öncə göstərdik. Birinci rübdə ilə kosinus x katangens x-dən kiçikdir. Bu doğrudur. Doğru olan 3 ilə 4, bu da D variantında. Çalışma 3. ACB düzbucaqlı üçbucağında düzbucaq təpəsi C təpəsidir.
CH AB-yə perpendikulardır. AH kökdə 2-dir, HB kökdə 6-dır. Tangens H CB. Yəni bu bucaq soruşulur. Buna deyirəm alfa bucağı. Gəlin birinci CH-ı tapaq. Bilirik ki, düz bucaqlı üç bucaqda hündürlüyün kvadratı. Buradan siz bunu görməyəcəksiniz. Bir dəqiqə mən bunu buradan sizə göstərim. Bu cür olsun ki, görəsiniz. Demək, düz bucaqlı üç bucaqda bu H-dır, AC-dir, BC-dirsə. Bilirik ki, hündürlüyün kvadratı proyeksiyalar hasilidir. Yəni HC-nin kvadratı kökdə 2 vur kökdə 8. Kökdə 16, yəni 4-dürsə, hündürlüyümüz olacaq 2. Bizdən də tələb olunan bu bucağın tangensidir. Bucağın tangensi nəyi deyilər? Qarşıdakı katetin, kökdə 8-in, kiçik kateti, yəni 2-yə olan nisbəti, HB-nin CH olan nisbəti, kökdə 8, 2 kökdə 2-dir, böldükdə də 2-yə, cavabımız kökdə 2-dir. O da Y variantı. Çalışma 4. 2x kvadrat çıxılsın 3x plus tangens alfa bərabər 0 tənliyin kökləri x1 və x2-dir. x1, 2x 2 olarsa alfa bucağının dərəcə ölçüsünü tapın. Birinci çevrilmiş kvadrat tənliyi etmək üçün hər birini bölürəm 2-yə plus tangens alfa bölü 2 bərabərdir 0-a. V teoreminə görə köklərin cəmi 2-də 3, hasili x1, x2 bərabərdir tangens alfa bölünsün 2-dir. Köklərdən biri digərinin 2 mislidir. x1-in yerinə 2x2 yazsam, 3 bölü 2-dirsə, onda sol olur. 3x2, 3 bölü 2-dirsə, x2-miz olur 2-də 1. Onda x1-in də yerinə qiymətini yazıb tapsaq, 2 vur 2-də 1, 1-dir. Bizdən x1, x2 hasili tangens alfa bölü 2 verilib deyə, 2-də 1 vur 1, tangens alfa bölü 2-dirsə, onda tangens alfa 1-dir. Tangens 1-i alır 45 dərəcədə. A variantı. Çalışma 5. ACB düz üçbucağının C düz bucaq təpəsindən belə bir perpendikular qaldırılıb. Və AY 2, BY 5-dir, DY perpendikulardır. AB-yə bizə verilib, CD də kök altında 6-dırsa, DY-ni araşdırın. Yəni, verilmiş bu düz bucaqlı üç bucaqda hipotenuzu araşdıracağım. Bu bucaqda 90-dır. 3 perpendikular teoreminə görə. Nəyə görə? DY burada, bir dənə buranı təmizləyim. Bir dəfə də baxın, DY burada maildir. CY onun proyeksiyasıdır. Buranı kökdə alt verib. Əgər maillə müstəvi üzərindəki düz xat bir-birinə perpendikulardırsa, 3 perpendikulara görə, mailin proyeksiyasına da perpendikulardır. Onda CY-nin kvadratı bərabər deyilmi? 2 vur 5. Hündürlüyün kvadratı proyeksiyalar hasilindən. CY-miz olacaq kökdə 10-dur. Bura kökdə 10-dur. Kökdə 6-dırsa, Pifagora görə DY-ni araşdırsaq, 10 plus 6, 16. Yəni cavabımız 4-dür. C variantı. Çalışma 6. Vermiş dəlinin ən kiçik müsbət kökünü tapın. Kosinusu araşdırsam, 2x çıxılsın 15 dərəcə bərabərdir. Kökdə 2 bölü 2. 2x çıxılsın 15 bərabərdir. Plus minus. Kökdə 2 bölü 2-nin pi bölü 4 plus 2 pi kada alır. 2x bərabər plus minus dərəcəyə çevirirəm kökünü tapmaq üçün. 360k üzərinə gəl 15 dərəcə. Bölsəm də 2-yə x bərabər plus minus 45 dərəcə bölü 2 plus 15 dərəcə bölü 2 üzərinə gəlir 180k. Biz deyirdik ki, yalnız trigonometrik funksiyalardan kosinusdur ki, onu bu cür olanda x1, x2 kimi ayırırıq. Bir dəfə müsbətin götürürəm, plus 2-də 15, plus 180k. Bir dəfə mənfisini götürürəm, mənfi 2-də 45 dərəcə, plus 2-də 15 dərəcə, plus 180k. K-ya qiymətlər verib, x1-i K-ya qiymətlər verib, x2-ni araşdıracağım. Bir dəfə olacaq, baxın burada. Bunu sadələşdirəndə zaten 30 dərəcə eləyirmi? 60 bölü 2. Elə buradan yazaq. Bu eləyəcək 30 dərəcə plus 180k. Bu eləyəcək mənfi 15 dərəcə plus 180k. Birincində k-nın yerinə 0 yazsam 30 dərəcə. Məndən ən kiçiyini soruşur, onu orada saxlayıram. İkincində k-nın yerinə 0 yazsam mənfi olur, amma 1 yazsam 165 dərəcə olur. Bizdən soruşur ən kiçik müsbət kökü. Ən kiçik olacaq 30 dərəcə. B variantı.
Çalışma 7. ABC bərabər tərəfli üçbucağın alfa müstəvisinə ortoqonal proyeksiyası A1, B1, C1-dir. Misal üçün, bu üçbucağımdır. Bu da onun proyeksiyasıdır. Baxın, bu onun proyeksiyasıdır. Bu da figurumun özüdür. Misal üçün, budur. Bu A'dır, B'dir, C'dir. A1, B1, C1 deyə ayrı-ayrı quracağım. Bu da olsun A1, B1, C1. Bu da A, B, C'dir. Biri proyeksiyasıdır, biri də figurun özüdür. Deyilir, onlar arasında, onların əmələ gətirdiyi bucaq 60 dərəcədirsə, belə bir düsturumuz var. S figur bərabərdir, S proyeksiya bərabərdir, S figur vurulsun, kosinus alfa. S proyeksiya bərabərdir, S figur vurulsun, kosinus alfa. Bizdən soruşur proyeksiyanın sahasını. S proyeksiya bərabərdir, S figur. Bilir ki, bərabər tərəfinin sahası A kvadratı kökdə 3 böl 4'dür. A kvadratı kökdə 3 böl 4, kosinus 60 dərəcə. Kosinus 60'da 2'də 1 alır, A'yı da verib bizə 4. 16 kökdə 3 böl 4 vur, 2'də 1. Cavabımız 2 kökdə 3'dür. D variantı. Çalışma 8. Sinus 70, o kosinus 20'dir. Çevirəcəm onu. Olur. 1 üstəgəl kosinus 20 dərəcə qalır. 1 çıx kosinus 20 dərəcə bərabərdir. Kotangens kvadratı alfa. Məsələ sol tərəf. Kotangens kvadratı alfa bölü 2'nin düsturu değil mi? 20 dərəcə bölü 2. Kotangens kvadratı alfa bərabərdir. Kotangens kvadratı 10'dursa, onda elə alfa bucağı 10 dərəcədir. A variantı. Çalışma 9. Müstəvi üzərində olmayan nöqtədən müstəvi AB və AC mailləri çəkilibdir. Olsun, müstəviyə qədər məsafə. Bu birinin proyeksiyasıdır, bu da ikincinin proyeksiyası olsun. Tutaq ki, bu olsun AB, bu da AC. AB-nin uzunluğu 8'dir və uyğun olaraq proyeksiyalarından biri kökdə 13, digəri 7'dirsə, bizdən AC mailinin uzunluğu soruşulur. Bunun üçün birinci ABD üçbucağına Pifagoru tətbiq eləyək, D-ni tapaq. Sonra da bu üçbucaqdan X-i araşdıraq. Və yaxud da ki, bu cür də yaza bilərik ya. Bu X-in kvadratları fərqi zaten bir-birinə bərabərdir. Çünki hündürlüyü ortalıqda ortaqdır. Yəni H kvadratı 64 çıx 13'dür. Və eyni zamanda H kvadratı bərabərdir. X kvadrat çıxılsın 49'dur. Bu baxımdan X kvadrat çıx 49'u bərabər eləsəm 64 çıx 13'ə, X kvadratı bərabər. Bu ikisini çıxsam 51. 49'u üzərindən gəlsəm 100, hər iki tərəfdən kök alsam X-imiz 10'dur. C variantı. Çalışma 10. Üçbucaqda, bu olsun bizim üçbucağımız, ABC üçbucağında AB 18'dir, AC 15'dir, B bucağı alfadır. C bucağı 90 dərəcə plus alfadır. Bucağın katangensini tapın. Sinuslar teoremini tətbiq etsək. 18'in sinus 90 plus alfaya, 15'in sinus alfaya nisbəti. Bilirik 90'da ad dəyişir. İşarə ikinci rübdü deyə olduğu kimi qalır. 18 böl kosinus alfa 15 bölünsün sinus alfadsa. Onda 18 böl 15 çarpaz vursam kosinus böl sinusdur. Kosinusun sinusa nisbəti zaten katangens alfadır. 18'den 15'e 3'e ixtisar aparsam olur mu 6 böl 5? Yani cevabımız 1 tam onda 2'dir. Y variantı. Çalışma 11. Kosinus x bərabər sinus 2x tənliyinin 0 pi parçasındaki köklərinin cəmini tapın. Kosinus x bərabərdir 2 sinus x kosinus x. Hər iki tərəfdə kosinusa ixtisar aparıram, amma sıfırını yazıram. Kosinusları ixtisar apara bilərəm, amma sıfırını yazmaq şərti ilə, yəni pi bölü 2 plus pi k, yəni bir cavabım həmin bu pi bölü 2 plus pi k'dır. Onu saxlayıram orada. Geri qaldı 2 sinus x bərabərdir 1'dirsə, yəni sinus x bərabərdir 2'də 1. Sinus 2'də 1'i alır, mənfi 1 üstü k, pi bölünsün 6 plus pi k.
Dereceye çevirimmi yoksa baxaq, heç ehtiyac olmayacaq. 0 pi arasındaki köklərdən cəmi soruşulur. Bu baxımdan buna x1 deyək, buna x2 deyək. X-in yerinə, k-nın yerinə qiymətlər yazıb x1-i tapıram. Buna da n deyirik. Bu n olsun deyirsiniz. Buna n deyək, bu birisine də k deyək. N-in yerinə 0 yazsam 90 dərəcə düşür bu aralığa. N-in yerinə 1 yazsam 3/2 düşmür. Yəni burada bir dənə 0 verəndə pi/2 köküdür. K-nın yerinə qiymət yazıb x2-ni araşdırsam 0 versəm pi bölünsün 6 düşür o aralığa. 1 versəm 150 dərəcə 5/6 o da düşür o aralığa. 2 versəm düşməyəcək. Bizdən soruşulur həmin o pi/2-nin, pi/6-nın və 5/6-nın cəmi. O deyilir 3 pi bölünsün 2 D variantı. Çalışma 12. Verilmiş bu tənliyin 0-90 aralığındakı kökünü tapın. Baxın, bu ifadə sinus alfa plus beta değil mi? 21 ilə 27-ni toplasam 48 dərəcədir. Demək, onda sol tərəf olur kök altında 3 sinus 48 dərəcə bölünsün. Həmin bu kosinus 66-nı çevirirəm. Sinus 24 yazacağım. 4 sinus 24 dərəcə, kosinus 24 dərəcə bərabərdir sinus x-dir. Yəni sinus x bərabərdir kökdə 3 vur sinus 48-də 2 sinus 24, kosinus 24-dür. Məxrəci yığa bilərsiniz və ya sürəti indi yazdığım kimi aça bilərsiniz. Həmin bu sinus 24, kosinus 24-lər 2 ilə də bu ixtisar gedir 2. Geriyə qalır sinus x bərabər kökdə 3/2 və 0-90 aralığında sinus bunu harda alır? Əlbəttə ki, təni kimi də yaza bilərik, amma birbaşa qapalı tipli testdir. Bilirəm ki, birinci rübdə 60 dərəcədə alır. Cavabımız B variantı. Çalışma 13. 60 dərəcəli 200'lü bucağın daxilində, bir yüzü üzərində götürülmüş nöqtə, onun tilindən, yəni bu məsafədən 6 kökdə 3 məsafədədir. Bu nöqtə digər üzdən hansı məsafədədir? İşləyəcək belə bir 30-60 üçbucağının üzərində. Birinci 30'un qarşısını tapıram, hipotenuzun yarısına bərabərdir. B-C 6 kökdə 3'ün yarısı, yəni 3 kökdə 3'dür. 60'ın qarşısı digər katetin kökdə 3 mislidir. 3 kökdə 3'ün kökdə 3 misli, bu da cavabımız 9'dur. A variantı. Çalışma 14. Kosinus üstü 4, 32 dərəcə çıx. Sinus üstü 34, sinus üstü 4, 32 dərəcə. Bu elə kosinus 2 alfanın açılışıdır. Yəni kosinus 2 alfamız eləyəcək 64 dərəcə. Məxrəc də zaten kosinus 2 alfa, yəni kosinus 64 dərəcənin açılışıdır. Böləndə cavabımız Y variantı 1. Çünki kosinus 2 alfanın düsturlarına fikir verin. Yəni buradan yazım onları. Kimlər bilmirsə öyrənmiş olar. Kosinus 2 alfa, kosinus kvadratı çıx sinus kvadratıdır. 7 düsturunu yazıram sizə. Kosinus üstü 4 çıx sinus üstü 4'dür. 2 kosinus kvadrat çıx 1'dir. 1 çıx 2 sinus kvadratıdır. 1 çıx tangens kvadratı. Seç bəyən, hansı ilə işləyirsənsə işlə. Misal qarşına çıxanda biləsən ki, hansı düsturdur. Bunların hamısını bilməyinizdə fayda var. Çünki qarşınıza çıxanda sizin bazanızda, o virtual beyninizdə zaten bu açılır. Bu bunun düsturudur. Oradan istifadə edib tez işləyə bilirsiniz. Tangens alfa, bir də bölsün katangens plus tangens alfa. 2, 4, 6, 7 dənə düsturunu demiş olduq sizə. Çalışma 15. Verilmiş x 4-cü rübün bucaqda 3/2 2 pi arasındadır. Bəs bu ikisini eyni kökün daxilində yazsam, 1 çıx sinusu 1 plus sinusa vuranda zaten verir mi bizə? 1 çıx sinus kvadratı vur tangens kvadratı alfa. Bu bərabərdir. 1 çıx sinus kvadratı bizə kosinus kvadratı verir. Tangens kvadratının yerinə sinus kvadratı bölü kosinus kvadratı yazırıq. Bunlar ixtisar gedir. Geriyə qaldı sinus kvadratı alfa 2. Bundan da modul sinus çıxacaq. Və 4-cü rübün bucağı olduğundan sinus 4-cü rübdən mənfidir deyə mənfi sinus harda var? A variantı. Çalışma 16. Kvadratın tərəfindən keçən müstəvi qarşıdakı tərəfdən 8 cm məsafədədir. Baxın, bu olsun bizim bu cür kvadratımız. Qarşı tərəfdən deyəndə bir balaca bu cür çəkəcəm ki, yana ki.
Tutaq ki, bu olsun bizim ABC'də kvadratdır. Bilirik ki, fəzada bunu parallelogram kimi çəkirik. Müstəvi qarşı tərəfdən, yəni B-dən məsafəsi bura 8-dir. Bu olacaq kvadratın tərəfi. Diagonalların deyil, kəsişmə nöqtəsindən müstəviyə qədər məsafəni tapın. Sizcə A1-dir, B1-dir, bura C1-dir, burada O1, K olsun. Siz O ilə K olsun. Niyə O1 yazdıq? O, K olsun. Sizcə diagonalların kəsişmə nöqtəsi tam tərəfin, baxın görün, yarısına nə olurmu? Diagonalların kəsişmə nöqtəsindən tərəfə qədər məsafə zaten tərəfin yarısıdır. Yəni, qısaca olaraq verilmiş bu parçada bu orta nöqtədir. Əgər perpendikulyar çəkmişəmsə, verilmiş OK, A1, B1, C1-də orta xətt rolu oynayacaqdır. Bunda OK bərabərdir, B1, C1-in yarısı. 8/2, yəni 4-dür. 4-ümüz B variantında. Çalışma 17. Yəni, birinci ortaq məxrəcə gətirək. Kosinus 10, sinus 10. Birincini vururam sinus 10'a, ikincini vururam kosinus 10'a. Surət olur sinus 10 dərəcə plus kökdə 3 kosinus 10 dərəcə vur. Sinus 20 dərəcəni deyil. Burada açıram. 2 sinus 10 kosinus 10 bölünsün 4. Bu kosinus 10'dan kosinus 10, sinus 10'dan da sinus 10 gedir. 2 ilə də 4 gedir. Geriyə qaldı 2. Burada bir 2'də 1'im var. Vururam surətə. 2'də 1 sinus 10 dərəcə plus kökdə 3 böl 2 kosinus 10 dərəcə. Baxın, bu sinusu saxlayıram. Həmin bu 2'də 1 ki var. Bunu gətirəcəm sinus alfa plus betanın düsturuna. Bu 2'də 1'i yazacağım. Kosinus 2'də 1'i harda alır? 60'da. Sinus 10. Bu kosinus 10'u saxlayıram. Bu kökdə 3 böl 2'ni sinus 60 yazıram ki, işimə yararlı formaya gəlsin. Bu da sinus alfa plus betanın açılışıdır. Bu da bərabərdir sinus 70 dərəcə. Cavabımız D variantı. Çalışma 18. Verilmiş tənliyin 0 pi parçasında neçə kökü var? Yəni kosinus kvadratını edək sinus kvadratı. Çünki onlarda argument eynidir. Fikir verirsiniz 4x 4x. Demək mənə lazımdır adlar eyni olsun. Sinus sinus. Sinus 4x'i saxlayıram. Kosinus kvadratın yerinə 1 çıx, sinus kvadratı 4x yazıram. 1 də çıx 1 bərabər 0'a. 1'lər zaten gedir. Bu ikisində sinus 4x'i çıxarsam mötərizə xaricinə. Geri qalır 1 çıxılsın sinus 4x bərabərdir 0'a. Demək, ya sinus 4x'im 0'dır, ya da sinus 4x bərabərdir 1'ə. İkinci tənlikdən də 1'dir. Onda birinci tənlik üçün 4x bərabər 0 alır pi k-da. Buna 1 deyək, buna 2 deyək. X bərabərdir pi k böl 4. İkinci tənlik üçün 4x bərabər sinus 1 alır. Pi bölünsün 2 plus 2 pi n-də. X də bərabər pi böl 8 plus pi n bölünsün 2. Gəlin k-ya qiymətlər verib x-i araşdıraq. Buna x1 deyək, buna da x2. x1'i araşdıraq. Mənə lazımdır 0-180 parçasına düşən köklərinin sayı. 0 versəm 0 düşür, qapalı mötərizədir. 1 versəm pi böl 4, yəni 45 dərəcə, o da düşür. Hətta bunu çevirirəm. 45 dərəcə k-ya ki hesablamağım asan olsun. K-nın yerinə 2 yazsam 90 düşür. 3 yazsam 135 düşür. Hətta 4 yazanda da düşür. 180. Artıq 5 yazsam düşməyəcək. Bu pi böl 8'i də yazaq. 22,5 dərəcə üzərinə gəl. 90k. 90 n. N'ə 0 versəm 22,5 düşür. N'ə 1 versəm neçə eləyir? 112,5. Amma 2 versəm artıq düşmür də. Məncə 180 o düşmür. Yox, 180'ə qədərdir. 1, 2, 3, 4, 5, 6, 7. Bu aralığa düşən 7 kökü vardı. Cavabımız C variantı. Çalışma 19. ACB düzbucaqlı üçbucağında A təpəsindən üçbucaq müstəvisinə AK perpendikulyarı qaldırılıb. ACB bucağı 90 dərəcədir. CAB bu 30'dur. Onda avtomatik bu bucaq 60'dır. AKB bucağı 45'dir.
AB 6 verilib, bizdən KC soruşulur. Birinci AC-ni araşdıraq. Sizcə AC tapmaq üçün CB 30'un qarşısında durur. Onu tapmalı deyilikmi? CB hipotenuzun yarısı 3'dür. AC CB'nin kökdə 3 mislidir. Yəni 3 kökdə 3'dür. Bəs 3 bucaq AKB də bərabər yanlı 3 bucaq deyilmi? Bərabər yanlı düz bucaqlı 3 bucaqdır. 45-45'dir deyə. AK da 6'dır. Sonra baxırsınız. Baxın bu 3 bucaqdan. Bu 3 bucaq üçün KC hipotenuz rol oynayır. 6'nın kvadratı plus, bura 3 kökdə 3 idi. 3 kökdə 3'ün kvadratı, yəni 36 üzərinə gəlir 27. Oldu mu kökdə 63? Bunu da 9 vur 7 yazsaq, cavabımız 3 kökdə 7 A variantı. Çalışma 20. Surətə cəm nasilə çevirmə düsturunu tətbiq edək. 2 sinus cəminin yarısı 50 ilə 40'ın cəminin yarısı 45. Kosinus fərqinin yarısı 50'dən 40'ın çıxıran 10 yarısı 5 dərəcə. Kosinus 5'lər ixtisar gedirmi? Sinus 45'də kökdə 2 bölü 2 alır. 2'lər ixtisar gedir. Kökdə 2 Y variantı. Çalışma 21. ABC üçbucağının, bu olsun bizim ABC üçbucağımız. Bunu elə formalaşdıraq ki, üçbucağımız bu cürdür. Tutaq ki A'dır. C'dir, burada B olsun. AC tərəfindən keçən müstəvi 30 dərəcəli bucağına gətirir, yəni öz hündürlüyünü çəkirəm. B-dən bir hündürlük çəksəm, söhbət gedir bu bucaqdan. 30 dərəcə. AB 10'dur, BC 10'dur, AC 16'dır ki, K nöqtəsində onda bərabər yanlı olduğundan yarı bölünür 8-8. B təpəsindən müstəviyə qədər məsafəni tapın. Tamam, bizə lazımdır B-ni araşdıraq. Amma bunun üçün əvvəlcə biz tapmalıyıq. Baxın, bu mavi üçbucaqdan BK-nı. Sizcə, BK-nı da Pifagorla gedib tapa bilərikmi? Onun kvadratı çıx 8'in kvadratı. 100 çıx 64, 36. Bu da bərabərdir 6. Bəs bura 6'dırsa, sonra gedəcəyik belə bir üçbucaqdan. Baxın, yaşıl üçbucaqdan. BKM-dən. Üçbucaq BKM. 30'un qarşısı hipotenuzun yarısıdır. BM bərabərdir 6 bölü 2. Cavabımız 3'dür. A variantı. Çalışma 22. 7 kongruent kvadratdan ibarət figura əsasən sinus alfanı tapın. Baxın, sinus alfanı bizə verib bu hissədir, bu bucaqdır. Mən bunu yuxarıdan tamamlayaram ki, bu bucaqla da o tam bildiyim bütün damaları atıranda proyeksiyalayıram. Bu alfadsa, burada alfadır. Bura 2 damadır, bura 5 damadır. 1, 2, 3, 4, 5. Mənə lazımdır bir də AB-nin uzunluğu. AB-ndə Pifagorla gedirəm. Kökdə 5 ilə 2'nin kvadratları cəmi. Bu da etdi kökdə 29. Bura kökdə 29'sa, bəs bucağın sinusu nə edir? Qarşıdakının hipotenuzu olan nisbəti. Yəni 5 bölünsün 2 kökdə 29. Cavabımız B variantı. Çalışma 23. Verilmiş sol tərəf bizə deyir ən kiçik müsbət kökünün dərəcə ölçüsünü tapın. Zaten sinus 2x'in düsturudur. Baxın, sinus 2x'in də düsturlarını yadımıza salaq. 2 sinus x, kosinus x. 2 tangens bölünsün 1 plus tangens kvadratı və ya 2 katangens bölünsün 1 plus katangens kvadratı və ya 2 bölünsün katangens plus tangens. Fikir verin, eyni düsturdur. Sinus 2x bərabər 1'dirsə, 2x bərabərdir pi bölü 2 plus 2 pi k, x də bərabərdir pi bölü 4 plus pi k. Bizdən də ən kiçik müsbət kökünü soruşur. K-nın yerinə 0 yazsam, cavabımız pi bölü 4, yəni 45 dərəcə. Çalışma 24. 2 vurulsun tangens 2 arcsinus 1 bölü kökdə onu sadələşdirək. Bu 2'ni saxlayıram, ondan işimiz yoxdur. Baxın, bu bizim elə bir alfamızdır. Tangens 2 alfanın düsturu bu deyilmi? 2 tangens böl 1 çıxılsın tangens kvadratı. Sadəcə olaraq yerinə alfanın arcsinus 1 bölü kökdə 10 yazıram. Arcsinus
1 böl kökdə 10. Bəs tangens arksinusun nədir? Hətta bu arkisinus 1 böl kökdə 10'u çevirərəm də tangensə. Hara 1'dir, hara kökdə 10'dur. Bucağın sinusu nə idi? Qarşıdakının hipotenuza nisbəti aşağı bucağa görə. Kökdə 10'dur, 1'dirsə, Pifagora görə hətta taparam. Demək, gəl buradan arkisinus, deməli, 1 böl kökdə 10'u, bura 1'dir, kökdə 10'dur. Bunu çevirək arktangensə. Pifagora görə kökdə 10 minus 1, 9, 3'dür. Bu bucağa görə demişik, bucağın arkisinus, yəni buradan yazaq. Demək, arcsinus 1 böl kökdə 10, bu arctangens 1 böl 3 olacaq. 1'in 3'ə nisbəti. Gətirəm burada yerinə yazıram. 2 vur tangens arctangens 3'də 1 bölünsün 1 çıx tangens kvadratı arctangens 3'də 1. Bu bərabərdir. Burada bir 2 dənə kim var? 4 vur. Tangens arctangens zaten özü də 3'də 1. 1 çıxılsın 9'da 1. 3'də 4'ü böləndə 9'da 8'ə 1'dən 9'da 1'in çıxıram. Yəni 3'də 4 vur 8'də 9. 3 ilə 9 gedir 3. 4 ilə 8 gedir 2. Bu da bərabərdir. 1 tam 10'da 5'dir. Çalışma 25. Tərəfi 6 olan belə bir bərabər tərəfli 3 bucağın medianlarının kəsişmə nöqtəsindən, tutaq ki, bu olsun medianların kəsişmə nöqtəsi M, tutaq ki, bu olsun A, B, C. M kəsişmə nöqtəsindən 3 bucaq müstəvisinə MK perpendikulyar qaldırılıbdır. Uzunluğu 2'dir. K nöqtəsindən 3 bucağın təpə nöqtəsinə qədər məsafəni tapın. Tutaq ki, C-yə qədər məsafəni tapın. Gətirirəm M ilə birləşdirsəm C-niyə söhbət bərabər tərəflidən gedirsə burada MC böyük yer rol oynayacaqdır. Medianların kəsişmə nöqtəsindən təpə nöqtəsinə qədər məsafə böyük yerdə. Böyük yer A kök altında 3 böl 3'dür. A'nın yerinə 6 yazsam 2 kökdə 3'dür. Bura 2 kökdə 3'dürsə işləyəcəm belə bir 3 bucağın üzərində. Növünə görə düz bucaqlı 3 bucaqdır. Bura 90'dır. Pifagora görə 2'nin kvadratı plus 2 kökdə 3'ün kvadratı. Bu da eləyir 4 plus 12, 16. Yəni cavabımız 4'dür. Çalışma 26. Müstəvini kəsməyən, bu olsun müstəvimiz, kəsməyən parçanın ucları müstəvidən 5 və 15 cm məsafədədir. Parçanın müstəvi üzərindəki proyeksiyası ki, bu CD olur, 24'dür. Parçanın uzunluğunu tapın. A nöqtəsindən perpendikulyar yendirsək, baxın, bura 24'dürsə, burada 24'dür. Əgər A-da 5'dirsə, KC də 5'dir, onda KB'nin payına qalırmı? 10. Bu 3 bucağı Pifagoru tətbiq eləyirəm. AB bərabərdir 24'ün kvadratı plus 10'un kvadratı, yəni 576 üzərinə gəl 100. Bu da eləyir 676, yəni cavabımız 26'dır. Çalışma 27. Funksiyalar üçün uyğunluğu müəyyən edin. Söhbət gedir dövrdən və qiymətlər çoxluğundan. Baxın, gəlin 1 üçün kosinus 3x'in qiymətlər oblastın və dövrünü tapaq. Dövrünü tapanda 2pi'ni bölürəm 3'ə. Bu var C variantında. 1'ə C aiddir. Qiymətlər oblastı kosinus 3x'in mənfi 1, bir parçası. Bir dəfə yerinə 1, bir dəfə mənfi 1 yazıram. Yəni Y aiddir. İkincində tangens x'in dövrünü tapanda elə pi'dir. Pi var A'da. 2'yə aiddir. Qiymətlər oblastı sonsuzluqdan müsbət sonsuzluqadır. Üçüncü, sinus kvadratı 3x'in dövrünü tapanda pi'ni bölürük x'in misalına. Çünki kosinus sinusda əgər qüvvət təkdirsə 2pi'ni bölürük. X'in əmsalında nə durubsa ona modulca. Kvadrat olanda pi'ni bölürük. Demək, kvadrat deyilsə, qüvvəti təkdirsə 2pi'ni bölürük, qüvvəti cütdürsə pi'ni bölürük. Pi bölüçümüz var B'də və qiymətlər oblastı kvadratlı yerinə 0, 1 yazırıq. Cavabımız D. 1 C'yə, 2A, 3 B, D'dir. Çalışma 28. ABCD kvadratında BH AİM'ə perpendikulardır. CM AİM'ə bərabər, yəni kvadratın tərəfi 2A götürəcəm.
Bu bucağın kosinüsü araşdırılması soruşulur. Əgər bura alfa, bura beta desəm, BH da bizə perpendikulyar verir. Bu da alfadır. Çünki cəmi 90'a tamamlansın. Onda bura betadır, onda burada alfadır. Çünki bunların cəmi 90'a tamamlanır. Pifagoru tətbiq etsəm, baxın, bu üç bucağa, onda ayımı oradan taparam da, kök altında a kvadratı plus 4a kvadratı oldu mu kökdə 5a kvadratı? Yəni a kök altında 5. Bura a kökdə 5'dir. Bu bucağın kosinüsünü tapsam, elə bu bucağın kosinüsü edəcək. Bucağın kosinüsü kiçik katetin hipotenuzu olan nisbətidir. Kosinüs alfa bərabər a bölünsün a kökdə 5, bu da bərabərdir elə 1 bölünsün kökdə 5'dir. Çalışma 29. Baxın, belə bir tərəfləri 12 və 16 olan düzbucaqlıdır ki, parallelogram kimi çəkirik. Müstəviyə aid olmayan nöqtədən onun bütün təpə nöqtələrinə qədər məsafələr verilib. Bu cür 15'dir. Bura yazaq bir S-dir. Bu da 15'dir, bu da 15'dir. Həmin nöqtədə müstəviyə qədər məsafə soruşulur. Hündürlüyün oturacağı düşür diagonalların kəsişmə nöqtəsinə. Birinci AC diagonalını araşdıraq. AC kök altında 16 ilə 12'nin kvadratları cəmi. Yəni 256 plus 144 400, bu da bərabərdir 20'dir. Diagonalların kəsişmə nöqtəsində də yarıya bölündüyündən işləyəcəm bu üç bucaq üzərində. Pifagora görə H-ı araşdırıram. H bərabər kökdə 15'in kvadratı çıx 10'un kvadratı. 225'dən 100'ün çıxsam oldu mu 125. 125'i də 25 vur 5 yazsam cavabımız 5 kökdə 5'dir. Çalışma 30. İki bucaq 15 dərəcə olan, hipotenuzu C olan düzbucaqlı üçbucağın sahəsinin C kvadrat bölü 8 olduğunu ispat edin. Baxın, düzbucaqlı üçbucaqda A-dır, B-dir, C-dir. Bir bucağı 15'dir, bir bucağı 75'dirsə, onda A bölünsün C sinus 75 dərəcədir. B bölünsün C bərabərdir kosinus B-nin C-yə nisbəti kosinus 75 dərəcədir. Onda belə çıxır ki, A bərabərdir C sinus 75'i kosinus 15 eləyək də, 15'lə gedək. Bu sinus 75'i kosinus 15'ə çevirək. Kosinus 15 olsun, kiçildək. Kosinus 75'də olsa elə sinus 15'lə gedək. B də bərabərdir C sinus 15 dərəcə. Onda AB bərabər C kvadratı sinus 15, kosinus 15'dir. Solda 2'yə vururam, sağda 2'yə vururam. Olur, 2AB bərabərdir C kvadratı sinus 30 dərəcə. Onda AB də bərabər C kvadratı sinus 30. 2'də 1, bir də o 2'ni də sağ tərəfə attım. 2, AB hasili olur C kvadratı böl 4. Biz də bilirik ki, düzbucaqlı üçbucağın sahəsi katetləri hasilinin yarısıdır. C kvadratı böl 4'ü bir də 2'yə bölsək, olur C kvadratı bölünsün 8. Bu da bizim isbatımız. Onunla da sizinlə 2024 DİM nəşrlərindən birinci qruplar üçün 20 sınaq kitabının 7-ci sınaq imtahanının izahlarını yekunlaşdırdıq. Hələlik bu qədər. Gələn videolarda görüşərik. Sağ olun.